ARB-də yayımlanan Sən Axtaran verilişinə qatılan tiktoker Damlaya ev hədiyyə edilib. Fotosunu sizə göstərirəm. Mən çox gülməyim gəlir. Bilirsiniz, hələ də bilmirlər ki, bizdə tiktoker nə deməkdir, o hansı işi icra etməlidir, prodüser hansı işləri icra etməlidir. Demək bizdə belədir, hamı oturub TikTokda canlıda söyür, təhqir edir hamını, yemək yeyir, nə bilim çay içir, orası, burası və deyirlər biz tiktokeri və mən həmişə deyirəm ki, bu tiktokerlərə məsləhətim budur ki, tövsiyəm budur ki, öyrənin ki, onların missiyası nədən ibarətdir və ev verilib bu xanıma azxəbər.com xəbər verir ki, övladı üçün ARB kanalında yayımlanan Sən Axtaran verilişinə qatılan Damlaya ev hədiyyə edilib. Belə ki, Rusiyada yaşayan həmyerlimiz Damlaya şəhərin mərkəzinə bir otaqlı ev verildiyini bildirib. O Bakıya gələrək evin açarlarını Damlaya verəcəyini bildirib. Təbii ki, mən nə deyirəm ki, Allah mübarək eləsin. Amma o Rusiyada yaşayan həmyerlimiz var ha. Ona deyirəm ki, illərdir mən jurnalistəm. İllərdir mən bu dövlətə, bu xalqa xidmət etmişəm. O bir otaqlı mənzili mənə də verin də. Mən jurnalistəm. Mənim peşəm, mənim fəaliyyətim göz qabağındadır. Yüzlərlə jurnalistlər var ki, gecə-gündüz çalışırlar və hər birimiz o xəbərləri bilirsiniz necə, o sudan da, çörəkdən də özü üçün önəmli sayırsınız. Amma o jurnalistlərə heç kim bir otağı yox, heç yarım otaqda vermirlər. Bax, o Rusiyada yaşayan həmyerlimizə deyirəm. O bir otaqdan birisini bizə də verin də. Biz bu dövlət üçün çalışırıq axı. Siz niyə təsadüfi adamlara bilmirəm, bax, ifadə edə bilmirəm də, bax, dediklərimi ki, bu insanlara çatsın. Yenə də bu xanıma vermişsiniz, əcəb etmişsiniz. Amma düşünün ki, daha layıqlılar var ki, onlara o ev halaldır və verilməlidir.